Ey qeybləri bilən Allah, ey günahları bağışlayan Allah, ey eybləri örtən Allah, ey qəm qüssəni dağıdan Allah, ey qəlbləri haldan hala salan, dəyişən Allah, ey qəlblərin təbibi, ey qəlblərin təbibi, ey qəlbləri nurlandıran, ey qəlblərin munisi, ey kədəri aradan qaldıran, ey qəmləri yox edən Allah, ey səndən başqa məbud olmayan Allah, sən bütün eyb və nöqsanlardan paksan, uzaqsan ilahi, fəryadımıza yet və bizi cəhənnəm odundan amanda saxla. İlahi, qəlbimizi kindən, təkəbbürdən və həsəddən təmizlə. İlahi, öz nəfsimizə zülm etdiyimiz zamanda bizə rəhm elə. İlahi, əməllərimizdəki riyanı yox elə. Yalnız sənin rızan üçün yaşamağı bizlərə nəsib elə. İlahi, mübarək adının vasitəsilə səndən istəyirik. Ey cəlal sahibi olan Allah, ey gözəl Allahımız, ey hər bir işdə bəndələrini qoruyan, ey bəndələrin işlərini öhdəsinə götürən, ey bəndələrin işlərini öhdəsinə götürən Allah, ey doğru yolu göstərən bələdçi, ey aləmə diqqət yetirən, ey hakimiyyətlərə qalib olan Allah, ey əta edən, ey günahlardan keçən Allah, ey tədbir görən Allah, ey səndən başqa məbud olmayan Allah, sən bütün eyb və nöqsanlardan paksan, uzaqsan ilahi, fəryadımıza yet və bizi cəhənnəm odundan amanda saxla. İlahi, bizi səndən uzaqlaşdıran hər nə varsa, onu bizdən uzaq elə. İlahi, dilimizi yalandan, qeybətdən və boş sözlərdən qoru. Ey tövbələri qəbul edən Allah, qəlbimizi sənin eşqinlə nurlandır. İlahi, bizləri bağışlamadan bu dünyadan aparma. Ey sərgardan olanlara yol göstərən, ey fəryad edənlərin dadına yetən Allah, ey pənah axtaranlara pənah olan Allah, ey qorxanlara aman verən Allah, ey möminlərin yardımçısı, ey miskinlərə rəhm edən Allah, ey üsyankarlara pənah verən Allah, ey günahkarları bağışlayan, ey çarəsizlərin duasını qəbul edən Allah, İlahi, dualarımızı qəbul eylə. Ey ehsan, ey səndən başqa məbud olmayan Allah, sən bütün eyb və nöqsanlardan paksan, uzaqsan. İlahi, fəryadımıza yet və bizi cəhənnəm odundan amanda saxla. Ey ehsan və bəxşiş sahibi, ey fəzilət və neymət sahibi, ey əminamanlıq sahibi, ey pak və eyblərdən uzaq olan Allah, ey hikmət və bütün varlıqlarla bağlı elm sahibi, ey rəhmət və razılıq sahibi, ey hüccət və dəlil sahibi, ey əzəmət və səltənət sahibi, ey ülfət və yardım sahibi, ey bəxş və əf sahibi, ey səndən başqa məbud olmayan Allah, sən bütün eyb və nöqsanlardan paksan, uzaqsan. İlahi, fəryadımıza yet və bizi cəhənnəm odundan amanda saxla. İlahi, bizlərə, ailəmizə halal ruzi nəsib eylə. İlahi, bizləri minnət qoyanlara namərdə möhtac eyləmə. İlahi, işlərimizdə asanlıq və uğur bəxş elə. İlahi, evlərimizə huzur, süfrəmizə bərəkət nəsib eylə. Ey hər şeyin Rəbbi olan Allah, ey məxluqatın məbudu, ey hər bir şeyin xaliqi və yaradanı, ey hər şeydən öncə olan, var olan Allah, ey hər şeydən sonra
qalan, baqi qalan Allah, ey her şeyden üstün, ey bütün şeylere alim, ey her şeye qadir, ey her şey fani olduğu halda baqi qalan Allah, ey səndən başqa məbud olmayan Allah, sən bütün eyb və nöqsanlardan paksan, uzaksan. İlahi, fəryadımıza yet və bizi cəhənnəm odundan amanda saxla. Ey o Allah ki, İlahi səndən istəyirik, bütün xeyir qapılarını üzümüzə aç. İlahi, borclu olanların borclarını ödəməsində yardımcı ol. Dərdi olanların dərdinə dəva ver İlahi. İlahi, darda qalanların əllərindən tut. İlahi, ömrümüzü xeyirli və mənalı işlərdə keçirməyi bizlərə nəsib eylə. İlahi,